İmam Əli əleyhissalam buyurur: Ey ilahi göstərişləri yüngül sayan insan! Əgər ölülərinizin gördüklərini siz də görə bilsəydiniz, qəlbiniz titrəyərdi. Sükudunuz fəryada dönər, qəflətiniz itaətə çevrilərdi. Çünki orada gizlədilən həqiqət, burada unutduğunuz məsuliyyətdir. Bu dünya pərdədir və siz pərdənin arxasını görmədən arxayın yaşayırsınız. Halbuki sizdən əvvəl gedənlər həqiqətlə üz-üzədir. Onların gördüyü çətinliklər insanın öz əməlləri ilə qurduğu aqibətdir. Tezliklə pərdə qalxacaq, gözlər açılacaq, istəsəniz də, istəməsəniz də. Qulaqlar eşidəcək, inkar etsəniz belə və hidayətin yolu artıq göstərilib, bu çağırış sizə çatdırılıb, ibrətlər açıq, aşkar bəyan edilib. Artıq bəhanə qalmayıb, qadağan edilənlərdən çəkindirilmisiniz. Haqqın səsi peyğəmbərlərlə çatdı. Mələklərin xəbərdarlığı tamamlandı. Bundan sonra sesim yalnız sizindir. Elə isə o gün gəlməmiş oyanın, pərdə qalxmadan görün, çağırış bitməmiş itaət edin. Çünki sabah bugünün nəticəsidir.